Hamınızı xoş gördük. Mən sizə bəlkə də qabağınıza, rəstinizə çıxıb maya sarmaşığı. Maya sarmaşığı bitkisinin tibbdə həm belə istifadəsi var, həmçinin pivə istehsalında belə istifadə olunur tərkibindəki maddələrə görə. Latınca humulus lupulus adlanır. Humulin və lupulin maddələri var ki, orqanizmə sakitləşdirici, yuxunu nizamlayıcı, spazmları götürən bir dərman bitkisi kimi tanınır. Maya sarmaşığının qozası ximel adlanır rusca və Rus xalq təbəətində geniş tətbiq olunan bitkilər qrupuna aiddir. Maya sarmaşığının qozasını lavanda, çoban yastığı və damotu, dazotu kimi bitkilərlə bərabər istifadə etmək olar. Maya sarmaşığının qozasından götürürsünüz, qurudulduqdan sonra bir xörək qaşığı 200 ml qaynar suda dəmləyirsiniz və dəmlədikdən sonra süzülür, soyudulur. Gündə 3 dəfə yeməkdən öncə daxilə qəbul olunur. Maya sarmaşığının qozası, əgər kimdəsə həzm traktında problem varsa, ishal varsa, istifadə olunması məsləhət görülmür. Maya sarmaşığı qozasını 3 həftə istifadə edib, 1 həftə fasilə verə bilərsiniz. Maya sarmaşığının qozasından adətən belə qeyd edelim ki, axşama doğru istifadə etmək tövsiyə olunur və insanın ruhunu, keyfini də yaxşı edir və sakitləşdirici effektinə görə rahat yuxunuzu təmin edə bilər. Maya sarmaşığından istifadə edin Azərbaycanın əksər bölgələrində bitir, hamiləliyin son trimestrində istifadə etmək tövsiyə olunmur. Bir də kimlərsə ciddi antidepressantlar qəbul edirsə, uzun müddətli maya sarmaşığının qozasından istifadədə doza həddini aşmaq təhlükəli ola bilər. Özünüzdən müğayət olun.